Ermənistanla qranisədir. Bax bu işlərə. Son nöqtədir da bura Ermənistandan, ha? Bəli. Bax o çayın altı Ermənistanla qranisədir. Hadi ora. Bəli. Qohum əqrəbənizdən, o xaricdə, əslən Rusiyada yaşayanlar var, gəlirlər bura. Sizi ziyarət edirlər. У нас уже кругом кутарды, никого нет. Tarif yoxdur söhbət. Ну, старые умерли, молодые. Bir qarış torpağı yada vermədi, höcətdir, çox sərtdir Gədəbəylilər. Düşmənə bir dərddir Gədəbəylilər. Kürdəmirə salamlar olsun. Kürdəmir. Aramdır. Aha. Valla Kürdəmir də gözəldir. Azərbaycanın hər yeri gözəldir. Bütün bizim Gədəbəyə gələn qonaqların hamısına can sağlığı. Bizim adət-ənənəmiz bu pörtəməni pişirməkdir. Pörtəmə bax belə adət-ənənəni ilə pişir. Bizim elimizdən, obamızdan gedən qardaşlar var da, gedib orada deyir ki, mən milyon qazanacağım. Milyon o qazanınca mən burada 1 manat qazanım, onun milyonun əvəzdir. Biz görmüşük, hansısa dövlət adamına heykəl qoyulsun, sərkərdiyə heykəl qoyulsun və alimə heykəl qoyulsun. Bugünkü gün Gədəbəydə Çoban Qaraya heykəl qoyulub. Deməli, SSR Dövlət Mükafatı laureatı Çoban Qaranın heykəlidir bu. Çox gözəl təşəbbüs olub vaxtı ikən. Zəhmətsevər, əməkdar bir insana heykəl qoyulub. Bunu mən gördüm, istədim sizinlə də bölüşəm. İndi hal-hazırda biz Saratovka kəndinə gedirik. Faiq müəllim, xoş gördük sizi. Biz bugün Gədəbəy şəhərinin Yeni Saratovka kəndindəyik. Bu kənd haqqında bizə məlumat verin, zəhmət olmasa. Tarixindən, məhlələrindən, insanlarından. Onu deyim ki, sizə kənd vaxtilə Azərbaycanlılar yaşayıb. 1840-47-ci illər arası Rusların bura gəlməyi ilə bağlı, yəni Azərbaycanda bir neçə rayonlarda məskunlaşıblar. O cümlədən 5 kənd də Rus kəndi olub. Azərbaycanlılar yaşayıblar, burada kəndin adı olub Fındıqlı. Belə bir kənd olub. Sonra onlar, Ruslar gələndə onlar çəkilib başqa kəndlərə, bölgəyə gediblər, ərazilərə. Saratov vilayətindən sürgün olanlardır bunlar. Gəliblər burada məskunlaşıblar. Deməli, bunların İvanov vilayətindən gələn də İvanovkada məskunlaşıb. O birilər də Slavyanlardır, qədim Slavyanlar, Slavyanka. Sonra belə bir eşitdiyimizə görə, hətta YouTube kanallarında da var. Slavyankada olan, deməli, gələnlər elə çarın dövründə bir dəst Kanada gediblər. Bu saat Kanadada bir Slavyanka məhəlləsi var, yaşayırlar. Gədəbəy aşıqları həmişə Respublikada öz sözün demiş aşıqlar olub. Həqiqətən də bu torpaqlardan çox güclü sənətkarlar çıxıb. Bugün də bizim kəndimiz verişinin qonağı Gədəbəydə Aşıq Vüqardır. Aşıq, xoş gördük sizi. Biz bugün sizin torpaqdayıq. Gördüyün bu dağlar şair vətəni, igid məskənidir, ər oylağıdır. Aslan yatağıdır, başı, ayağı, tərlan yuvasıdır, nər oylağıdır. Gəzmişəm doyunca hər oylaqların, içmişəm gözündən buz bulaqları, göylərə bas çəkən qoca dağlar yayın ortasında qar oylağıdır.
Allah sizləri var eləsin, bir də xoş gəlmişsiniz bizim Çox bu diyara, Gədəbəy elinə. Gədəbəy deyəndə hər bir kəsin nəzərinə, yaddaşına telli saz düşür. Gədəbəy varsa, telli saz da var. Allah sizləri var eləsin, Allah xalqımızı qorusun, millətimizi qorusun. Bir daha xoş gəlmişsiniz. Sevirsiniz da bu torpaqları. Bəli, əlbət. Və ilhamlanırsınız, burada yazırsınız, burada yaradırsınız. Əlbət ki, bəzən. Sizdən hansı məşhur aşıqlar olub? Ölkə miqyasında sözünü demiş aşıqlar olub. Gədəbəydən Əməkdar Mədəniyyətçisi, Prezident təqaüdçüsü Aşıq İskəndər Rüstəmov. Allah rəhmət eləsin, qəni-qəni. Çox böyük ustad olubdu. Gədəbəydə, nəinki Gədəbəydə, Azərbaycanımızda, Türk dünyasında onun Azərbaycan aşıq sənət üçün misilsiz xidmətləri olubdu. Aşıq Səyyad Pənahov, Allah yenə rəhmət eləsin, Əməkdar Mədəniyyətçisi. Daha sonra Aşıq Məlih Məmmədov, nə bilim, Aşıq Fəzail, Miskinli Vəli, Şair Cavad və bu kimi ustadlar yetişdirir bu torpaq. Allah hər birinə rəhmət eləsin, yaşayanlarına can sağlığı. Əməkdar Mədəniyyətçisi Aşıq İmamverdi yaşayır hal-hazırda. Gədəbəy rayonunun Leşkər kəndində. Aşıq Ulduz Quliyev, Əməkdar Mədəniyyətçisi, Prezident təqaüdçüsü. Allah ömür versin, Bakı şəhərində amma Gədəbəylidir. Bəli. Bu torpağın yetirməsidir. Bəli, Mən Aşıq Vüqar Gədəbəyli də hal-hazırda Gədəbəy Aşıq Məktəbində cənab prezidentimiz açdığı məktəbdə müəlliməm, şagirdlər yetişdirirəm. Ondan sonra özüm də Gədəbəy Aşıqlar Birliyinin sədriyəm hal-hazırda bölgə üzrə. Allah ömür versin Sağ aşıqsa. olun, çox var olun. Əvvəllər toylarda aşı ifaları çox dinlənilirdi, düzdür? Bəli. İndi necədir? Biraz zaman dəyişibdir qardaşım. Belə deyək də yeni nəsil biraz saza sözə maraq azalıbdır. Amma yenə elə Allah var eləsin. Dəyər verirlər. Bütün məclislərimizdə Gədəbəydə elə bir məclis ola bilməz ki, orada aşıq olmasın. Simvolu da artıq Gədəbəy. Gədəbəy simvoludur qardaş. Sinəmizdə şərik olub bu dağlara baş sarı tel. Həzin-həzin nəğmə deyir, bulaqlara baş sarı tel. Gah çılğındır, gah ürkəkdir, təmiz üzdən saf ürəkdir. Gədəbəydə dut çörəkdir, qonaqlara baş sarı tel. Qardaş, Gədəbəydə baş sarı tel olmayan toy yoxdur, demək olar ki. Aşıq, şair burada nə deyər? İndi inandım ay şair köllüm, gözəllik dünyası bax Gədəbəydədir. Canlara can verir hər gül, hər şey, bülbülün nəğməsi Gədəbəydədir. Şırıq yaylaqları, Göyçə baxarı, Bilur bulaqların sərin suları, qala məskənidir biraz yuxarı sərvlər meşəsi Gədəbəydədir. Əzəldən bağlısan ellərə daşqın, qırılmaz sinəndə tellər adaşqın, oxu bu sözlərin düşsün dillərə daşqın, dostluq bünövrəsi Gədəbəydədir, dostluq bünövrəsi Gədəbəydədir. Eşq olsun Gədəbəyimizə, eşq olsun Azərbaycanımıza. Şam yaşa dağların boynunda dolmuşam yaşa beşinden aylamı çal boyerler çal boyerler çal boyerler çal boyerler İllər keçsə də aşıq sənəti bu torpaqlarda yaşayacaq və Gədəbəyin hər dağında, hər dərəsində, hər təpəsində bu ifaların səsi gələcək. İzləmədə qalın, bizim kəndimiz çox maraqlıdır. Elə həsət həsət baxma yollara.
Mənə müəllimə işləmisiniz də burada, düzdür? Да, Hə, neçə il müəllimə işləmisiniz? 40 с лишним лет. Ha, хорошо. Özünüz kənd təsərrüfatı ilə məşğulsunuz da burada. Heyvan Da. qara saxlayırsınız. Корову держим, вот купили пресс коровы. Держим кур. Ну, огород. Əvvəllər qonşularınız çox idi də burada. Ну, Köçüb наверное, gediblər. были, а сейчас все, кто уехал, кто старый умер. Так вот. Siz getmək istəyirsiniz buradan, yoxsa burada Если бы qalmazsınız? хотели, мы давно уехали. Мы тут живем и тут будем жить. Пенсии нам платят каждый месяц. Вот сегодня месяц пришел, пенсия. Пойдем получим. Магазины есть, покупаем то, что надо. Довольно. Sizin ən sevimli yeməyiniz hansıdır? Məsələn, öz malakanların sevdiyi yemək. Boşdur deyəsən, hə? Нет. Кебаб. Oh, хорошо, çabuk. Şaşlı. Хороший мед, хороший чай. А борщ, что это такое? Борщ не да. Блины, пирожки. Bura necədir kəndin? Havası necədir? Yaxşıdır, xoşunuza gəlir. Супер, İsti deyil də, sərindir, yay aylarında sərin keçir. супер. Sizin qohum əqrəbənizdən, o xaricdə, əslən Rusiyada yaşayanlar var, gəlirlər bura. Sizi ziyarət edirlər. У нас уже кругом кутарды, никого нет. Tarif yoxdur sonra. Ну, старые умерли, молодые, никого живем. Вот один кругом, Эльнур. Тут вот соседи, там соседи. Ну, так и живем. Allah Allah nənal nədim, dağ oynadan şəlalədim. Allah Allah nənal nədim, dağ oynadan şəlalədim. Bu qəm mənə həval nədir? Ey, bu qəm mənə həval nədir? Ah da ürək üstən nigar, Dağ qoynunda atla gəzmək özü də bir istirahətdir. Çoxdan da atam minmirdim. Qismət Gədəbəyin Saratovka kəndinə imiş. Mənim fikrim var ki, qalan buralarda bir ara. Burada təsərrüfatla məşğul olan. Nə məsləhət görsən? Sən ələm, nə məsləhət görsən? Anlatır yuxu, qarı bülbül qaramağı. Görüşürü varım yoxum, yaman düşüb qəsdən icar. Bəsdən icar, bəsdən icar. Yaman düşüb qəsdən icar. Bəsdən icar, bəsdən icar. Bəsdən icar, bəsdən icar. Mən Əliyev Əbülfət Köhnə Qışlaq kəndindənəm. Bu təsərrüfatı mən bu son devirlərdə xoşlayaraq bu heyvanı həvəsinə düşmüşəm. Yəni belə ki, baxanda bu heyvanı saxlamaq üçün, əziyyətini çəkən üçün bəhrəsini görə bilər, yaxşıdır. Mən çox razıyam ki, bu heyvanı saxlamaq üçün, həvəsində olmaq üçün, marağındayam. Yaxşıdır, yaxşı dolanıram. Bax, bu heyvan saxlamaq üçün fikirlərim onunla bağlıdır ki, hər bir qardaşlar mənə baxsınlar, mən çəkən əziyyəti çəksinlər, xeyrini, bəhrini görsünlər. Onda bilərlər ki, bu heyvandarlıq nə olan şeydir. Torpaqlarınız var əlavə? Var, Park torpaq, torpaqları. bəli, var, hər Bəli, şey. torpaqlarınız münbit torpaqlardır, məhsuldar torpaqlardır. Hə də dəyərli torpaqlardır. Bizim torpaqlar belə dəmiyə ilə yetişən torpaqlardır. O cümlədən ki, bizim adi kartof əkirək. Görsən, hər yerdə bizim kartoflar həm Keyfiyyətinə görə fərqlərini, dadına görə. keyfiyyətli kartoflardır. Hər bir rayonlarımıza baxaraq keyfiyyətli kartoflardır. Bunlar yerlidir, yerli inəkçilərin balalardır, yoxsa cinslər? Yox, Çinis mal deyil. Bunlar yerli maldır. Bəli, sırf Gədəbəyin öz köhnə cinslərindəndir. Cinslərindən, hə. Südü necə olur inəklərin? Südü yaxşıdır, indiyə qədər yaxşıdır. İndən belə ot çəkildikcə süd azalır, məhsulu yaxşı olur. Bəli. Çox yaxşıdır. Mən bu
təsərrüfatıma çox bərəkət deyərəm, çox şükür Sizin deyərəm. torpaqlar adətən dəmiyə torpaqlardır da. Dəmiyadır, dəmiyadır. Bu il çox dəmiyə qaldısa çox yaxşıdır. O tarğamızdır, heyvanımızdır. Bax belə yaylaq üstü heyvanım otlayıb yatışır, buzum. Çox rahatam, çox razıyam. Belə bizim başçı rəhbərdən, prezidentimizdən ki, belə torpaqları kənd təsərrüfat üçün özümüzə bəxş edib. Bundan əvvələ səvxozda, qalxozda işləyirdilər, əziyyət çəkirdilər. O cümlədən ki, indi çox şükür, belə şükür ki, hamı torpaqları veriblər kənd cəmiyyətimizə ki, gedin, zəhmət çəkin, əziyyət çəkin, İstifadə eləyə istifadə bilirsiniz. eləyin. Ətin kiloqramı neçədir sizdə? Belə diri heyvan çəkisini bu dəqiqə veririk 15 manatla, 16 manatla. Yağıdır, qaymağıdır, Yağın kiloqramı pendiridir. neçə olur kənd yağında, nehrə yağının? Kənd yağları 20 manat, 25 manat. İndi baxır, bax, hərənin bir tür becərməklərlə asılıdır. Mən yəni ki, belə götürəndə bunun bu dəqiqə həl-hazırda bu heyvanın məhsulu öz boğazını haqlası məhsulu var, yaxşıdır. Xeyir də qalır. Xeyr, bəli, balası bax, mağada qazanclısı. çürədir. Bəli, qadın olun. Bunlar nədir? Toxunub burada. Bunlar burada onlar yan nətər deyim, şəhər yeri üçün əvəlik deyirlər. Bu əvəlik. Qadın olun, əvəlik. Bunlar sizin öz torpaqlarınıza yetişdirir. Öz torpaqlarımızda hər şey, kək otsudur, yarpızıdır, Bəli. hər şeydə. Bunun nə xeyri var? Nə kimi istifadə olunur bundan? Belə istifadə sən qadın olum. Qış ayında ki, biraz köhnə nənələr, babalar, nənələr bunu örürdü. Soyuq dəymək üçün bunu xırda doğrayırdılar da. Pişirib, əvəlik deyirlər. Bax, belə pişirib, yeyirdilər. Bax, ona görə. Vitaminlərlə zəngindir deyirsiniz. Bəli. Bu da sizin bərəkətli Gədəbəy torpaqlarında yetişir. Bəli. Həqiqətən də tamaşaçılar, bu torpaqlar çox məhsuldar torpaqlardır, çox bərəkətli torpaqlardır. Qurban olduğum Allah deyir, bu torpaqlara hər gözəlliyi verib, hər gözəlliyi bəxş edib. Siz bir növ xoşbəxt adamsınız ki, bu cür torpaqlarda qalırsınız və yayda sərin olur. Çox sərin. Arandan xəbəriniz var aşağılarda? Onu yəni istidir də, oralar çox isti olan yerdir. Bura sərindir. Çox sərindir, hər şey bax. Kölgəsi var, suyu var, çimməyə, hər bir şərait. Kəndçi də onda kəndçi olur ki, bu cür bitkiləri yığıb, düzəldir, qış üçün azuqəsini yığır. Sən qadın olun, bu dağ yeri belə bir şeydir ki, hər şeyin zəhmətini çəksən, dolanmaq ən keyfiyyətlidir. Yəni şəhərimizdə belə götürək, çətinlikdir. Bax, bu isti havada bizim elimizdən, obamızdan gedən qardaşlar var da, gedib orada deyir ki, mən milyon qazanacağım. Milyon o qazanınca mən burada 1 manat qazanım, onun milyonun əvəzdir. Nəinki bu sərin havada, təbiətin qoynunda ən dəyərli yerdə ki, bərba. Niyə ki, mən... Bəli, bura yaxşı deyir. Bəli, mən... Bu peçdir da bu, düzdür? Odun peçdir da bu. Bu köhnə peçlərdir, odun yandırıraq. Bu dəqiqə yanır, əziz tamaşaçılar. Bu peç yanır, o bir növ deyirlər, qışda isti adama yapışır. İndi biz burada durmuşuq, hava sərindir. İsti adama yapışır bir növ. Bu da sizin təbiətin zənginliyindən irəli gəlir ki, burada dağ havası var və hava sərindir. İşlərinizə sizə uğurlar arzulayırıq. Sağ olun. Bəli, bir daha sağ olun. Təşəkkür edirəm. Allah razı olsun, gəldiyinizə. Əziz tamaşaçılar, çox sağ olun. Əziz tamaşaçılar, davam edirik. Saratovka kəndin gəzirik. Günün sonunacan bu kətdəyik. Ruslardan Laptev var idi. Təhsil nazirində işləyirdi. Sonra Saratovka Orta Məktəbində alimlər yetişib. Əbülhəsən Abbasov, fəlsəfə elmləri doktoru, professor. Bəli. Cahangir Məmmədov, fəlsəfə elmləri doktoru, professor. O işləyir Pusat Aviasiya Akademiyasında müəllimdir. Sonra Zakir Rəsulov, o İranşünasdır, fars dilidir. Pedaqoji Universitetdə müəllimdir, bu il təqaüdə çıxıb. Onu 70 yaşa qədər saxlamışdılar. Şəhərlərimizdən, rayonlarımızdan, kəndlərimizdən, qəsəbələrimizdən bir çox ölkə miqyasında tanınmış şəxsiyyətlər yetişir
və bugünkü gün də yetişir. Bəli. Bəli. Görün bu torpaqlar kimləri yetişdirib. Faiq müəllim də hamısının bizə adını çəkdi ki, arada inciklik olmasın. Bəlkə hələ daha yaddan çıxanlar da çoxdur. Bəli, generalımız da var. Bəli. Rəşid müəllim də deyəsən. Rəşid Mahmudov, bəli. Onun çox dəyərli alimdir. Onun tələbələrin hamısı başqa institutda biologiya fakültəsində oxuyanlar gedib onun mühazirəsinə qulaq asırlar. O fiziologiyadan mühazirə oxuyurdu. Bu saat qalın bir kitabı var belə. Fiziologiyanın əsasları kitabının da müəllifidir. Faiq müəllim bayaq bizə deyir ki, bu su dərmanında vaxtı ikən çox növbələr olub. İndi təsəvvür edin ki, bura at arabası ilə, öküz arabası ilə nə qədər buğda, arpa gətirilib və burada üydülüb. Faiq müəllim deyir ki, günlərlə burada növbələr yaranırdı. Nostaljidir. Tarix var burada, qədimlik var. Burada həmən çarx da var. Yox, getmək olmaz, yıxılarım ha. Su dərmanı çay yatağının yanında yerləşdiyinə görə çaydan gələn su dərmanın fasiləsi su ilə təmin eləyirdi. Burada nostalji var, burada tarix var. Biz kəndlərimizi gəzdikcə bu cür abidə demək lazımdır da bunlara, qədim tikililərə. Bu cür abidələri, bu cür tikililəri, qədim tikililəri biz görürük və bir növü yaxşı qalıb, bugünkü günümüzə qədər gəlib çatıb. Amma bəziləri də artıq yıxılmaq üzrədir, bir tarix məhv olmaq üzrədir. Bu da insanın ürəyini ağrıdan məqamlardan biridir. Çin çıxmayan açın yuxum, xarı bülbül qara qalxım. Çin çıxmayan açın yuxum, xarı bülbül qara qalxım. Görüş yeri varım yoxum, yaman düşüb qəsdən icar. Bəsdən icar, bəsdən icar, yaman düşüb qəsdən icar. Məzahirəmi deyirsiniz, bu özünüz düzəltmişsən? Neçə ilə başa gəlib bunu düzəltməniz? Bunu düzəltməyə 2 illə, il yarımı vaxtı başda 2 ilə başlayır. Salam əmi, nətərsən? Çox Hardan sağ gəlib, olun, hara çox sağ gedirsiniz? olun. Mən Gədəbəyliyəm, müəlliməm oğlum, gül çiçəklə məşğulam. Bunlar çox ətirli geçər. Burada olur da bu torpaqlarda, bunlar yetişir. Gədəbəy torpağında nə istəsən ye olur. Bunlar nədir? Bunlar zeraboy, dazotu deyirik buna, biz dazotu. Nəyə xeyri var bunun? Bunlar mədə üçün, qarın ağrı üçün, əsas mədənin dərmanı bunlardır. Həmişə yığıb bundan. Bu Bəli, dəmliyib içirlər. Bəli, necə? dəmliyib içirlər, bəli. Başqa nə var burada? Gül xətimi Ona ökürək nədir? üçün. Ona baxaq bir dənə. Gül xətimi. Bunu hardan yığırsınız? Və bunlar hamısı bu sahələrin bax bunlardandır, hamısı. Bunlar nəyə xeyri var? Bu ökürək üçündür, xırı çiçəyi də deyirlər buna. Bunu da dəmliyirsən, Bəli, çayın dəmliyib içirsən. içirsən, bəli, çay içirsək. Bunları özünüz üçün yığırsınız, yoxsa satırsınız bunları? Bunları alırlar da, özümüz üçün də yığırıq da. Belə bunun məsələn neçəyə verirsiniz? Və heç bağlaması 1 manat. 1 manat. Və bunların? Bunların da belə bağlaması 1 manat. 1 manat. Deməli, bura bərəkətli torpaqlar. Bəli. Bax, bu gördüyünüz baş kənddir. Bəli, baş kənd. Baş kənd bax buradır. Bax, Bəli, gördüyünüz baş kənddir. Şınıq mahalı deyirlər bura. Bəli. Şınıq mahalı. Bu bitkilər hamısı burada Bəli, bax, burada bitməyən bitki yoxdur. Ermənistanla qranisədir. Bəli. Bax, bu üstlərə. Son nöqtədir da bura Ermənistandan. Bəli. Bax, o çayın altı Ermənistanla qranisədir. Hadi ora. Bəli. Oradan Ermənistan. Bu yol Sovetlər ölkəsində Ermənistana gedir. Bu yol hə, Bəli. O yol şınıq yoludur, bax oğlum. Bu yol Sovetlər dövründən ancaq Ermənistan gedən yol. Bəli.
Bəli. Motu dərə. Sonradan çəkildi, yoxsa belə əvvəldən var idi? Yox, çoxdan. Təmir olundu, yoxsa? Yox, elə çoxdan çəkilmədi. Və bu nə belə onda işlər yol olmayıb da, müharibə ilə əlaqədar. Hə, də işdə olmuyor. Ona görə belə yaxşı keyfiyyətli qalıb. olub, keyfiyyətli olub. Keyfiyyətli qalıb. Bax o yolu görürsünüzmü? Bəli. O sağa gedən yol, o Bəli. Şırıq mahallına gedən yolda. Bu da Şırığa gedir. Bu iki kəndə gedir də, amma o çox kəndə gedir. Əvvəllər Sovetlər dövründə bu Ermənistana gedirdi. Bax, buradan bu görürsünüz, bax, buradan çalışırsan, düz birbaşa mən özüm də getmişəm tələbə vaxtı Ermənistana bu yolla. Bu yolla Ermənistana Bəli, gedirdi. Havası da yaxşıdır ha buranın. Bax, çox gözəl oğlum, kurortun. Elə bir su verim sizə içmədiniz su. İçdi orada içdi. Buradan. Buz kimi idi. Ay, biz də oradan gəlirik. Görürsən necə sudur. Onda hər gün gəlirsiniz bura. Yox da indi hərdən birdən gəlirik, hər gün hardadır. Ona çatdırmaq olmur da, vaxt yoxdur da. Bax, nə ürəyin istəyir bu dağlarda da, nə ürəyin istəyir. Elə bir bitki yoxdur bu dağlarda olmasa, ramaşka. Gələsən vaxtında bir ay bundan qabaq dummaq elə də ləzzət verir adama. Kəkli otu. Kək otu, ramaşka, oyma dərən, hər şey, bütün çiçəkləri. Yarpız, daş yarpızı. Hə, tanıyırsınız ha siz Bəli, otlarla. bəli, elə bir ot. Neçə ildir istifadə edirsiniz otlardan? 25 ildir. Xeyrin görürsünüz da. Bəli. 25 ildir gülçək. Hazır anlansınız? Biz Kürdəmir rayonundan. Ha, aransanız da laf yaxşı. Burası elə buranın özünü gəzmək bir kurortunuz onadı valla. Bənə gəlib burada ev tuturlar, burada Qalırlar, yaşayırlar. Ha, burada elə mason yağ yox, elə buranın havası bəs. Bəli. Ömrü uzadır. Bəli, oğlum. Mən Bakıda evim var, mən Bakıda dura bilmirəm. Mən 4 ay gəldim. Yaşaya bilmirsiniz şəhərdə? Yox. Bax, o suyu içməsəm mən ölərəm. Əziyyətə düşmək lazımdır. Bəli. Əziyyətə. Həm də tərk edib getmək lazım deyil bu yerdə. Yox. Çox keyfiyyətli, çox gözəl. Hara gedirlər? Hamı yayda gəlir, biraz qışı soyuq olur da oğlum, buz olur da. Yay yaxşı Məsələn, olur. deyilə maşınlar diviziyaya hərəkəti çətindir. Gərək neve ilə hərəkət edir. Bəli, o da hər professional sürücü lazımdır. Bəli, professional sürücü lazımdır. Həm onun elə maşını olmur, həm dağ maşını, həm aram maşını. Sert də taxasan da gəl Hə, təkərə. bəli, çox əziyyəti var. Əmi kimi insanlar bu dağlarda yaşayır. Bunlar da və içərsiniz. Sağ ol, çox sağ ol. Sağlarınız alaram. Kürdəmirə salamlar olsun. Kürdəmir. Aramdır. Hə. Valla Kürdəmir də gözəldir. Azərbaycanın hər yeri gözəldir onun. Mən hər bir rayonda dostlarım, tanışlarım var, gəzirəm. Hər yeri gözəldir. Yay Gədəbəy daha gözəldir. Bəli. Şirvan zonası gözəldir. Qərb, Cənub. Hamısı Azərbaycandır, Hə. hamısı bizimdir. Qədrini bilmək lazımdır. Bəli, biz burada da gəlib istirahət edirik. Bəli. Orada da fərqi istirahət yoxdur. edirik. Qurtqaşenə get, İsmailiyə Hamısı bizimdir. get. Əsas odur bizimdir, Bəli, Mən Azərbaycanımızındır. olmuşam İsmailiyədə müəllim işləmişəm için. Hə. Təbiəti çox gözəldir oğlum. Oldu. gözəl. Çox sağ ol, təşəkkür Çox sağ edirəm. ol. Bu qaldı. O götürəcəklər sizə. Bizim kəndimiz verilişinin sponsoru Asan Lançdır. Asan Lançda dostlarınızla, sevdiklərinizlə, öz ailənizlə gedib xoş istirahət edə bilərsiniz. Asan Lanç Kürdəmir rayonunun Asan Xidmət kompleksində yerləşir. Biz baş kənddəyik. Tarixçəsini deməyə məncə ehtiyac yoxdur. Bilənlər bilir. Füsunkar təbiəti var buranın. Buranın gölü var. Meşə ərazisi var. Və kəndə gələn qonaqlar da burada gölün ətrafında istirahət edirlər və buradan balıq tuturlar. Orada çöl quşları da var, ördəklər var, qazlar var. Bir sözlə çox gözəl təbiəti var, füsunkar təbiəti var. İyul ayının 23-sü olmağına baxmayaraq burada hava 17-18 dərəcə təşkil edir. Məncə gəlməyə dəyər bura. Çünki Gədəbəy həqiqətən də gözəldir. Allah Allah nə nalədim Dağ oynadan şəlalədim Allah Allah nə nalədim Dağ oynadan şəlalədim Bu qəm mənə həvalədir Ey bu qəm mənə həvalədir Ah da ürək üstə nigar Bəstə nigar, bəstə nigar Ah da ürək üstə nigar Bəstə nigar, bəstə nigar Çin çıxmayan açın yuxum Xəri bülbül qara qalxım Saratovka kəndini gəzirik. Bildiyimiz kimi artıq aran bölgələrində ot biçimi sona çatıb. Amma dağ yerlərində, əsasən də Gədəbəydə bu birinci çalımdır. Elə burada bir dəfə çal. Hə, birinci çalımdır. Əmilər burada ot biçir. Bir də əmilərlə biraz söhbət eləyək. Görək vəziyyət necədir.
Yorulmayasınız. Sağ olun, hoş geldiniz. Hələ də qalıb köhnə kişilər, beləncik ot biçirlər, düzdür? Oraqla. Var. Bunun adına sizdə nə deyirlər? Kərənti. Dəryaz, kərənti. Dəryaz elmi dildi bəlkə də bizdə kərənti deyilir. Hələ birinci çalımdır. Burada cəmsi bir dəfə. Bir dəfə olur, ikinci olur. Bəli. Bu çətin deyil sizə. Yəni öyrənmişik biz uşaqlıqdan, gənclikdə. Bəli. İldə indi baxır vəziyyətə. Olur ki, bir 200 pres, 300 pres belə malımızın qışı üçün tədarük edə bilirik. Çatışmanını da pulla alırıq satanlar. Bunun bir növ xeyri var da beləncik. İdmandır bənə, bütün əzəllərin hər yeri, oynaqlar hamısı hərəkətə gəlir. Və indi adətən motorla biçirlər. Onu mən istədim alam, deyim, birdən istifadə edə bilmərəm ona görə. Amma bu yaxşı deyirsə. Bu, belə demə. Ta qədimdən sizə dəryazla biçilirdi ot sahələr, düzdür? İndiki o cavanlar bundan istifadə edir, yoxsa ancaq yaşlı nəsillər? İndi cavanlar heç mal saxlamaq istəyirmi ki, yəni hələ bir ot da çalar. Yox, çoxları yox. Əvvəlki kimi yox da. Kənddə cavan da əyləşmir, gənc də yoxdur. Adətən ucqar kəndlər boşalır da, düzdür? Cavanlar köçüb gedir böyük şəhərlər. Sizin kənddə necədir? Burada da var. Bu Saratovka kəndində biraz kənar kəndlərdən də bura çox gəlir, mərkəzlidir. Ona görə burada elə hiss olunmur. Adam çoxdur, amma sıxlıq var. kənar kəndlər, Ucqar kəndlərdə var. kəndlərdə elə ev, kənd var ki, 80 evdən 30-unda yaşayış var, o da qarı qoca belə. Bizdə əsasən yerli cinslərdir. 6 litr. Dədəbəyin o köhnə cinslərinə, düzdür? O qane eləyir də sizə bəs eləyir. Yəni bir 3-4-ünü saxlayırıq da. Ən azından özümüzü girək. Bəli. Tam təbii məhsullardan istifadə edirsiniz, düzdür? Tam. Deyir sizin Yağımız, kənd. qatığımız, hamısı özümüzdən. Bəli. Sizin kənd həmişə qəhrəmanlığı ilə tanınıb, düzdür? O bir dənə də mahnı var idi. Bir qarış torpağı vermədi Bəli, yada bəli. düşmən. O sizin mahnıdır da mən biləm. Bir qarış torpağı yada vermədi, höcətdir, çox sərtdir Gədəbəylilər. Düşmənə bir dərddir Gədəbəylilər. Nə bilim belə deyirlər də. Onu da bizdə Uşaq dağından xanım var. Gültəkin xanım. O onun ifasında eşitmişik. Bəli, o mahnı sırf Gədəbəyə məxsusdur, sizin mahnı. Elə deyirlər. Amma üst-üstə düşür da, siz deyə bir qarış torpağı da yada verməmisiniz, düşmənə verməmisiniz. Elə 92-ci illərdə bax oralar o dağın ərazisində topxanadır. Oradan bizim toplar durub atırdı. Burada. Hə. O baş kəndin ərazisi bax orta görünürmü? Ot yığdılar belə. Elə biraz qabaqdan baş kəndin ərazisi. Buradan da atırdılar bizlərə. Biz də avqust ayında bax o dağlarda ot çalırdı onda. Yeni yetmə dövrlərimiz idi 92-ci illərdə mənim tələbə vaxtlarım idi 21-22 yaşında. Müharibənin qızğın vaxtlarında. Yay tətilinə gələndə atama kömək edib o dağlarda ot çək. Ona görə qırat başımızın üstündən gəlib kəndə düşürdü bax oralara. Sahələrə düşürdü. Çox çətin vəziyyət. Amma siz bu yerləri, bu torpaları tərk eləmədiniz, qaldınız burada. Heç kim getmədi. Hamı da öz yerində, hamı da öz kəndə. İndi qabaqda gedəcək Şınıq dərə 24-25 kənddir, hamısı yerində. 2 kəndimiz oradan Qasım ağalar Mutu dərə ermənilər yandırmışdı. Bəli. Cahangir Rüstəmov rəhmətliyin vaxtında qısa müddətdə də geri qaytarırlar. Məzahir Rüstəmov orada şəhid olmuşdu. Leytenant. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Bəli. Bunlar nədir? Bunlar dırmıq. Bu özünüz hazırlamısınız? Hə. Öz əl işinizdir? Yox, belə düzəldənlər var, kənddə ustalar var. Bu sizindir. Bu da yabalar. Maraqlı da, çox maraqlıdır. Yabanı yığandan sonra yerini tökürsün. O da təmiz darıyır da. Darağıdan. Darağıdır. Belə. Siz getmək istəmədiniz də böyük şəhərlərə, düzdür? Bu kənddə qaldınız. Bəli. Orada da elə belə deyək də, ixtisasca ikimiz də mühasibik. Biz oxuyub qutarana dünya dağıldı, iş tapmaq çətin. Biraz da müharibə zonası idi, valideynlər heç ara getmək istəmədi, biz də qaldıq valideyninə görə. Çox vaxtı yaşayırıq şükür, dolanışığımız var, yaşayışımız var. Ən əsası odur ki, vaxtı özümüz dar edirik. Bəli. Müdürünüz yoxdur. Yox. Özünüz öz işinizi. İstəyirsən yat, istəyirsən. O yaxşı da, düzdür. Əlbəttə. Bir də ki, adətən
Deyirsiniz ki biz gedə bilmədik ananıza, atanıza görə də. Ne var? Qaldınız burada. Nereye gerek? Və sonra onlar məsəl üçün dünyadan köçüb gedirlər, siz qalırsınız və o torpaqlarda yaşayırsınız. Bəli, bəli. Uşaqlar da elə örnək götürür də ki, böyüyə hörmət, torpağa Oradan məhəbbət başlayır hamısı da. oradan başlayır. Evin içindən başlamasa, zorla kənardan təbliğ eləməklə vətənə məhəbbət olur. İndi əcdadlara gedəndə bizim əcdadlardan da var bu torpağın uğrunda döyüşənlər. Bizim 1-ci Qarabağ müharibəsində 2 xaloğlu qardaşdılar. Biri itkin düşdü, zabit idi Ağcabədidə. Zampalti batalyon. Famil Əsgərov. Bir də qardaşı da xidməti yerinə yetirərkən qəza uğradı burada Sarıturkada. Bir də ki, Şəhid oldu. vaxtı ikən deyirsiniz burada atışmalar olub hə? Çox. Buraların hər yerini qatsan bəlkə Var idi. Burada top mərmisi, qırat mərmisi belə şeylər çıxır. Amma düşman bura gəlməmişdir. Yox. Düşman Ancaq uzaqdan atır da bura. uzaqdan dağların dalından atır, tanklardan. Buradan atır da, İndi o başkentdən atırlar. Ermənistanla haradır? Ermənistan bu dağların arxasındadır, yoxsa ərazilər? Bundan sonra bir dağ var, bax onun arxasında. Onun arxasında orada. Bax bu qabaq onların o baş kənd, o baş anklav kənd bax bu irəlidə Biz olan ora kənd. gedirik, Hə, bu yol ora gedir. Oradan da kəndin girəcəyindən belə asfalt yol gedir o vaxtdan Krasnoselsk rayonuna. Bax onun yuxarıda Pereval deyir, onun arxasındadır, dağın o özündə. Yəni yaxın məsafədə yol açıq olsa, yarım Amma saata sizin qorxunuzdan düşman bu tərəflərə gələ bilmədi. gəlmədi, yox, ara gəlir. Ara gəlir. Bura gələ bilər Ya onlar. belə əslində əsas qüvvələr onlar Qarabağ zonasına verdilər. Çünki burada bu dağların dalında Azərbaycanlılar yaşayır da, bu Göyçə mahal dediyimiz yerlərdə. Erməni yox idi. Və əsas qüvvəni də onlar Qarabağ zonasına verdilər. Əziz tamaşaçılar, həqiqətən də zəhmətkeş kənd insandan gördükcə adama xoş təsir bağışlayır. Çünki kəndçi bununla kəndçi olur da, düzdür? Bəli. Özü əkir, özü becərir. Təsərrüfatını idarə Bəzi edir. kəndçilər var ki, kənddə yaşaya-yaşaya gedir. Məsələn, kənd təsərrüfat mallarının hamısının Yox, bizim hər bazarlardan şey, alırlar. əkinimiz var, Hər şey malımız özünüz var, istifadə heyvanımız edirsiniz, var, əkirsiniz, əkin, becərsiniz. siveji, təmiz, orqanik. Belə. Əsas odur. Yorulmayasınız. Çox sağ olun, xoş gəldiniz. Çıkmayan laçın yuxum Xanı bülbül Qarabağım Həqiqət bax bu pörtləməyi unudurlar ucu. And olsun Allah'a. Az məsələn bizi kimi adamlar pişirir. Qalan adam ucu o pörtləməyi pişirmir. Pörtləmə ən dadlı, ən qəşəng yemək. Nə vurursunuz onun içinə? Onun adətən? içinə məsələn Bəli. soğan vurursan, şirin biber da vurursan, pomidor da vurursan, kək otu da vurursan, hər şeyi vurursan tamlı olsun deyəni. Həm orqanizmiyə yaxşı olsun, mədənə məsələn orqanizmiyə Tərəvəzlə pişirən mövsüm yeməkdən də. Bənə o çox qəşəngdir. Arasına soğan da qoyacağıq, biber da şirin biber da qoyacağıq, hər şey qoyacağıq. Qadan yəni adətən də bax belə məsələn quyruqda qoyulur, ətdə qoyulur, hamısı adətən belə qoyulur. Tamlı olmağına görə bunu qarışdırılmır. Bu düz pişib, bu yemək pişib düşənə kimi. Da bunun içinə heç nə qarışdırmırsan. Özü pişir, Öz suyunda pişir. özü suyunda pişir, kəfi dibinə gedir. Sonra əti götürürsən, o kəf ətə bulaşmır. Dibində qalacaq. Suyu atmaq lazımdır üstünə çıxana kimi. Bax bu üstünə çıxana kimi. Su atırsan, nə boyda lazımsa. O bal dadacaqdır. Çox qəşəng köhnə ədət ənənə ilə. Elə bil 60-cı ilin, 70-ci ilin yeməyi olacaq. Onu O dad hissi olur. o da dad hissi olunacaqdır. Bütün bizim Gədəbəyə gələn qonaqların hamısına can sağlığı. Bizim adət ənənəmiz bu pörtəməni pişirməkdir. Pörtəmə bax belə adət ənənə ilə pişir ocaqda. Bu pörtəməni suyunuza vurursan qarışdırmaq lazım olmur. Pörtəmə pişib qutaran vaxtı limonla kək otunu kək otunu birinci oxalayırsan içinə, oxalanır. Həmi duz da vurulmuş da, duz da indi vurmaq lazımdır da, duzunu da vurmaq lazımdır. Duzu vurur, suyunu tökəndə duzunu vurub suyunu tökmək lazımdır. Ondan sonra o kək otunu da oxalayırsan, həmən kək otun tamı ətə çıxır belə öz qaydasından. Ürəyin istəyən həm tamlı olur, həm köhnə vaxtı təsvir eləyirsən. Bayaq bişirdiyimiz
pörtləmədir. Buna adətən buğlama da deyirlər. Əslində bu mövsüm yeməyidir. Çünki burada pomidor, biber, soğandan istifadə olunur. Bu da həm həzmi asanlaşdırır. Gədəbəylərin də ən sevimli yeməklərindən biridir. İndi bunun dadına baxaq. Əladır. Davam edirik. Bizə nuş olsun. Kəndlərimizi gəzdikcə bu cür gözəlliklərin şahidi oluruq. Azərbaycanımız çox gözəldir, təbiəti çox zəngindir. Biz fəxr eləməliyik ki, Azərbaycan kimi məmləkətdə, ölkədə yaşayırıq ki, bu cür təbiətimiz var. Çünki bəzi ölkələrdə bu təbiətin 5%-i mən deyərdim ki, yoxdur. Amma Gədəbəydə həqiqətən də bu cür təbiət, çay, o kinolarda gördüyümüz yerlər var. Məsəl üçün, o Əlifba kitabında, oxu kitabında çəkilən şəkillər var. Bax, həmən yerlərdir deyərdim ki, mən çay, meşə, yamaç, burada hər şey var. Allah bu torpaqlara hər gözəlliyi bəxş eləyir.